Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Bu rubrikamızda sizə 3.10 piyadaların hərəkəti qadağandır nişanının mənasını izah edəcəyik. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim edir. 3.10 piyadaların hərəkəti qadağandır nişanı müəyyən yol sahələrində piyadaların, o cümlədən piyadalara bərabər tutulan şəxslərin, yəni əlilliyi olan şəxs üçün açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaqda gedən, itələyərək və ya dartaraq velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, moped və ya motosiklet aparan, kirşə, əl arabası, uşaq üçün araba və ya əlilliyi olan şəxs üçün açıq məkanda istifadə üçün mexaniki təkərli oturacağı aparan şəxslərin hərəkətini qadağan edir. Bu nişan piyadaların hərəkəti mümkün olmayan yerlərdə, yəni piyada hərəkəti nəzərdə tutulmayan nəqliyyat tunellərində, körpülərdə, estakadalarda, təmir işləri aparılan yerlərdə və s. bu kimi yerlərdə yolun müvafiq tərəfinə qoyulur. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim etdi. Bir tətbiq, bir neçə həll. Hamısı Azparking mobil tətbiqində smartfonunuzda Azparking olsun. Nəinki küçə parklanması üçün ödənişləri və xüsusi parklanma ərazilərində ödənişləri də Azparking mobil tətbiqi ilə edə bilərsiniz. Biz indi tıxacdan danışırıq və Azparking mobil tətbiqinin xəritə bölməsinə daxil olun. Gedəcəyiniz ünvan üzrə məntəqələrin doluluq vəziyyətini öncədən görə bilirsiniz. Waze və Google Maps ilə istiqaməti rahatlıqla görə bilirsiniz.